Trial 1, sual 7. Which of the options completes the sentences coherently? Seçimlərdən burada bu cümlələrə hansı uyğundur, hansı uyğunluqları tapacağıq. Bu əsasən mübtəda xəbər uzlaşmasına aid bir testdir. Burada one of the only one of the bunlara dikkat edin və the government sözlərinə dikkat edəcəyik. Birinci sual, she's one of the people. İkinci, she's the only one of the people. Üçüncü, the government, dövlət. Dörddə də yenə dövlət. Baxın, burada, artıq burada 3 ilə 4-də açar məqam var. The government, biz dövlət sözünün, yəni the government sözünün bəzi sözlər var ki, onların xəbərini həm cəm götürə bilərik, həm tək götürə bilərik. Məsələn, burada bu qaydada var ki, cümlənin mübtədası family, crew, committee, board, association, audience, class, club, college, committee, community, company, crowd, department, electorate, enemy, firm, generation, government. Baxın, government sözü. Əgər və xüsusi təşkilat adları, məsələn, bu kimi sözlər topluluq bildirən isimlərdən biri ilə ifadə edilərsə, xəbər həm təkdə, həm də cəmdə ola bilər. Bu isimlər tək-tək deyil, bir qrup şəklində düşünülürsə, yəni kollektiv isim bütöv bir qrupu ifadə edib mübtəda olarsa, feil üçüncü şəxsin təkində olur və which zət ilə birləşərək it əvəzliyi ilə işarə edilir. Lakin bu isimlər bir qrupu təşkil edən şəxslər olaraq düşünülürsə, yəni onun içindəki şəxslər olaraq düşünülürsə, yəni kollektivin hər bir üzvü ayrı-ayrılıqda nəzərdə tutulursa, mübtəda təkdə olsa da xəbər cəmli olur və hu ilə birləşərək z əvəzliyi ilə ifadə edilir. Baxaq, burada isə açar məqam verilib. The government-ın burada izlə, burada isə xəbəri arla verilib. Yəni burada cəm tək götürülür, burada isə cəm götürülür. Buna diqqət edəcəyik. Bir də the one of the və the only one of the. Baxın, the only one of the those who. The only one of görsək xəbər singular, yəni tək olur. One of those görsək xəbər cəm olur. Burada isə one of those xəbəri cəm olacaq. Burada yəni xəbər cəm olacaq. The only one of the only one of bunun xəbəri isə tək olacaq. Baxaq. Birin cavabı nə olur? Birdə xəbər dedik ki, cəm götürürük. Burada B uyğun gəlir. Baxın, bu anan D 3 ilə 4-ün davamıdır. Çünki konferans sözü dövlət sözünə uyğundur. Buna görə anan D-ni götürürük. Burada B ilə C-yə baxacağıq. Burada isə does xəbər təkdir. B bəndində do cəm xəbərdir və birinciyə uyğun gəlir. 1-ə B uyğun gəlir, 2-yə isə C uyğun gəlir. Nəyə görə? Does burada tək xəbərdir və dedik ki, the only one of-un xəbəri tək olur. 3-də isə the government xəbəri tək götürür. İndi baxın, xəbəri tək götürüləndə biz dedik ki, burada əgər the government bu kimi isimlər xəbəri tək götürülərsə, onların which və zət əvəzliyini götürülür. Xəbər cəm götürülərsə, who əvəzliyini götürür. Burada diqqət etməyim bir şey var ki, burada iz götürüb xəbəri və burada which əvəzliyi işlənib. Deməli, 3-ə D bəndi. Burada isə xəbər cəm götürülüb. Burada isə who işlənib. Deməli ki, 4-də A bəndi olacaq. 1, B, 2, C, 3, demək D, 4, A. Cavab C bəndidir.